Salamlar, salam sevərlər, necəsiniz, deyirəm, yaxşısınız? Mən CrossX. Bu gün sizlərlə ekranda da gördüyünüz kimi Pixel Gun 3D-yə davam edirik və bu gün fərqli klassik modları yoxlamaya çalışacağıq. Keçən oyunda başqa modlar yoxlamışdıq və keçən oyun biraz problem olmuşdu. Bu oyun olmayacaq, düzəltmişəm problemləri. İndi keçən oyun məsəl üçün keskin nişancı silahları, Beyaz Sarayı oynamadıq, Cənnət Oteli var idi. Rastgele harita basacağım. Rastgele haritada istədiyi xəritəni özü bizə verəcək. Cənnət Oteli düşdüyün. Silahlarımızı da keçən səfər dəyişdirdik, yəni bəziləri pis idi, amma yenə də idarə edərik. Bəli, başladı artıq. Bu silah qalsın, çox əla silahdır. Və elə bir öldürmə deməzsə, mən demək olar ki, böyük bir hissəsini mənə qaldım. Uzaqdan vurur, uzaqdan vurur. Bu bir. Öldür. Bu iki. Yox, öldürmə niyə bilmədi? Gülləm tutardı. Ayda, gülləm tutardı. Neyse. Yuxarı çıxmağa yer var. Yuxarıdan çıxıb. Bu silahı gəlişdirdim. Yəni, irələtdim əməl başda. Çox qəşəng ateş edir. Və yuxarı belə. Yox. Bu da bir. Kim oldu? Aha. Bir. Aha, bunda atacağım 6 dəfə arxarıqda. Oyda öldürəcəkdim. Bir dənə bu var. Bu dəfə odacağım həqiqətən. Bu dəfə çalışacağım udum. Çünki keçən oyun heç nə eləyəmədim demək olur. Öldürdüm. Heç zaman. Onlar bu silahla gedəcəm burada. Ya da uzaqdan bilmirəm. Yəni qərarsızlıq. Qərarsız qalmışam. Buradan vursam. Vurma. 30 zəncir baxmayın. Kim var oradan? Və oradan vuruşur. Tələsməsin bir dənə. Heç şimdi. Tapdım. O yandı. Bu yandıran silah ümumiyyətlə bilinmir. Uzaqdan vurur, yaxından vurur. Özü çox pis. O vuramıyor. Öldürdüm. Neçə 3 olmalı deyəsən ondan hesabımız artıq. Qalx. Şey. Qaçdı içəri. Qapını vuracaq, çıxsın. Aşağıca. Deyəm, xəbəri yox. O, pis burada. Bombamız var da oradan bizim. Həqiqətən. Bir. Bomba. Ama məğlub olur. Niyə? Şimdi məğlub olduq ama özümüzə görə məncə yaxşıdır. Və ən çox öldürəndə bizi 7 nəfər öldürmüş və 3.40 skorumuz. Onlardan 13 nəfər öldürüldü. Bəlkə komanda zəifliyindən, bəlkə mən də zəif oynaya bilmirəm. Savaşa yenidən başlayaq. Yox, rastgele basacağım yine. Cənnət Oteli oynadıq bu dəfə. Pixel Gun ofisi, karınca hayatı, Araf türü hiç oynamamışam. Və indi oynaya birinci dəfə çox maraqlıdır məncə. Əslində məncə özümə görə yaxşı oynadım indi. Pis oynamadım. Sadəcə rəqib biraz güclü olduğundan mən keçən videoda demişim 2-3 gün oynayıram. Artıq hər video oynamaya çalışacağım. Yəni ayrı qıraqda falan oynayıram.
Evin heyvanları oldu heç nədə. Ve bu tərəfdə gedirəm. Sən mi? Öldürməyə kimi elədim. Yanmıram, Ondan gəlirsən. Öldürdüm axı, o nə tər olur? Bu dəfə əminəm, öldürəcəm. Əminəm, hər dəqiqə deyirəm. Ya silahlarımızı ya oynaya bilmirəm nə? Bunu öldürəcəm mən, yox belə olmaz axı. Nə gəlsin? Bu şeydir, kaplumbağa nədir? Sonda dəhşət. Ama 25-11 məğlub oldu. 2-2 beraber yedik bu. Bayağı indi öldüm. Nerede? Bu taraftan da geldi. Gelsin. Oo. Pis oldu. Dəfə pis oldu. Öldürdüm. Yok birini öldürdüm. Allah hakkı bir bunlar düşünüyor. Acaba tez vurmak daha şey. Öldüreceğim. 2 dəfə öldürmüşəm. 5 dəfə ölmüşəm. Bu tarafa bir tane bomba. Sonumuzda biraz artıra bize 45 dəfə vurublar bize. Ne diyeyim? Neçə dəqiqə vaxt verdilər baxmıram normal. Məğlubiyyət. Bəli, 7 dəfə vurmuşam yəni. Onlar 3 nəfər 14 vurub, 1 nəfər onlarda 1 vurub. Bir nəfərdə 7 vurub. Bizdə 12 gördüm. 6-cı səviyyəyə çatdıq artıq. 6-cı səviyyə 140. Bu altınları heç nə alırıq, silah alırıq. Nə qədər altımız? 212 altımız var. Bir dənə silahımızı dəyişdirək. 3-cü var deyə qırmızı olan. 3-cü neçə? Bu yok. Özel olan. Burada bu yaxşıdır. Yok. Ha, heyvan falan bunlar değil yəqin. Bu. Keskin nişancı. Bunun da azdı. Çok 75, 40'a bunlar da. Sonra yakın dövüşdə dəyişdirəcəm. Gül nədir şimdi? 80'ə bu heç. Ağırda yaxşı değil, pis də değil. Bu
almadım. Bir dənə də basaq, все. Yenidən savaş gedək, amma bu dəfə sərbəst oyunda var. Sərbəst oyun oynadığı keçən səfər. Yolbaşı kasabası. Heç bunu oynamamışam. Bunu da oynayaq, görən necədir. Sizə xatırlatma eləyim. Kanala abunə olub like atmağı unutmayın. 9 abunə edəsən. Və 2 video var əllə kanalda. Təbii ki, bu davam edəcək. Bir şey xoşuma gəldi. Oy. Az qaldı öldürüm. Ha, bundan xoşum gəldi. Şey. Başqa dəyişdiyim şey oldu. Aha, bir. Kulağım gəlmiş səslər gəldi. Bu da oldu. Sən Allah'ım. Şey, yok yandan vuruldum. Çok deşe silah da. Oy, sen geleceğim şey. Ben de atardım. Ne kadar? Niyelim ona değme olmazsa. 20'nin 20. Bir dakika beraberdir. Kimse öldürse hiç. Bu da 21-20. Bak necə tutardı. Ben elə ki... Qabağa keçdilər. Qabağa keçdilər. 21-20 idi, 22-21 elədilər. Həmdə mən ondan sonradan gəlmə normaldır, yəni məğlubiyyət. Əslində qalib olmalı. Yenidən başlayacağım, maraqlıydı. Yox, eynidir, görsən. Hər şey fərqli xəritədə yəni. Kuzey kutubu yox. Yeni atılmadı. Yenisi. Ambar saldırısı. Aha. Buna sonra şey basar. Beyaz saray yok. Burada biri var diye. O yaxşıdır. Bəli, ambar saldırısı. İndi ambar saldırısı. Heç nə. Hesab 0-0'dır. Hadi oyuna yeni başlamış. Yandırı çocukları. Ne olur? Buralarda adam var. Gaz ne olur? Yok. Yani yukarıda ne olur? Aha. Hiç bir şey yok. Burada çok yer var ha burada. Dördü galiba. Ne? Bu iyi benim de. Bu da yalan, bu da bir. Sen söyle. Yan kökü. O da kardeşim. Şöyle biz yanlarız. Hadi kat. Ölene kadar eşlemize icazə vermeyeceğiz. Aha bu da bir. Bir nefes alalım. 14% canımız var. Belki de ölse yapış diye. Şey falan. Ha, indi yandıra bilərik. Necə edək yandıra bilərik. Məncə bu oyunu da İnsan ona birdən bir üstünə kullanmalı. Burada pusur. Pusur. Kurtlar basır.
Adam da yok ki. Anırlar. Bu da İsrail dəyişib edir. Yanım. Bəli, budur. Həqiqətən bu silahın dəyərini bilmək lazımdır. Şey çox artır bir də. Elə dibdən yandırırsınız. Dibdən yandıranda da çox pis şeydir. Onsuz da qıraat çəkəndə çox hasar verir. Uydu. Yan. İkiniz de yanasınız. Şeytan. Doktor şeytanı ediyor. Bu da belə. Sonunda 2 dəfə öldüm. 2 dəfə. Qalan hamısında öldürmüşəm. Görüm neçə nəfər öldürmüşəm daha doğrusu. Aha, 16 nəfər öldürmüşəm. Bu rekord dələ ki. 1250 skorumuz var. 16 nəfər. Bunu qeyd etməyə unutsam bir. Qeyd eləyərdik. Nəsə. 16 nəfər öldürmüşəm. Tüfeğin dipçi, geliştirilmiş şarjör. Bu nədirsə nədir? Yox. Elə buna davam edirik. Maraqlıdır, xoşuma gəldi. Böyük yerdir, hə, ona görə. Mən heç o silahın şarjörü indi rəqibdən falan düşəndə sərpas erişmə qazanmaq için bir maç. Okey. Getdi yandırmağa. C803'dür. Bax gördünüz, oyuna tez başlamışıq. Yanın tökülün. Yan. Şamarımızı görsəz. Bura. Yan tökülün. Sən də yan. Yanma. Yan. Oyda yandırdım. O biri de öldü. Hepsi o biri de öldü. Yok. Adam vurur. Düz eləmə daxil. Arxadan vurmaq kişilikdən də olur. Bu da bir. Bu da yandım. Bu nədir ümumiyyətlə bu? Bundan mən tam başa açmadım. Qardaş. Nə hoverlıysan. Kimsə oyda. Buralarda adam. Sen de. Hamısı yan. Oyda arxamdan vurdu. Nəysə, ən azından baskın eləməyə bacardım. Bura hara. Bastım. Deməli biz öldürürüz. Hamısını öldürdüm də deyəm. Yan tökülür. Başlarına tullaram yazıları. Yuxarıdan elə vur. Vaxt tapa bilirlər. Ona görə ən yaxşısı elə bu silah. Sən də. Yan sən də. Vaxt tapır öldürəlməyirlər. Yan. Sən də yan. Aramızda zamanı yandırmaz sonra. Köçülün. Oyda kim vurdu? Ancaq bunlar 3'ə 1 təkləyəndə belə ola bilər. İkisinə fikin qarışır, yandırırsan. 27'nin 15'ə hətta. Şey bura görüm. Nətər qasırıyım. Neyse, en azından ikinci qalibiyyətimizi aldıq və 17. Bu dəfə rekordumuz ümumiyyətlə artdı. Ümumiyyətlə deyəndə bir dəfə artdı, amma yenə yaxşıdır. Həm də oyunun boşluğundan yox, oyunun demək olar 3də 1-dən başlamışıq. Bu xəritə ilə bu silah mənə nəsə uğurlu gəldi. Bir oyuna bunu oynayacağım, sonra dəyişdirəcəm, başqa xəritə keçəcəm və yaxud videonu bitirəcəm.
Bəli, əslində bu silah almamız yaxşı oldu, hətta gəlişdirsək, amma gəlişdirmək elmasla idi. Gəlişdirsə daha yaxşı, effektli olar. Bəlkə də düzəlir, artar gülləsi, yəni güllə tutma artar, amma çox qəşəngdir. Həqiqətən işimizə yarayır. Silah da bizə öyrəşmir ki, əlimizə birinci bu silah yaramır. Bu dəfə bizə. Yan görüm. Bu bir. O birlərəm. Yanmasız deyil orada. Gördüm. Həmin adam deyil. Yan görüm. Bunda da onlar var. Yan sen de yan. 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 Yan. Yok. Sen ay kulağım düşme. Düşmez. Ses kasabilmem lazım. 54, 60, 60 gün lazım galiba. 125'e. Görürsən hansı silah əlində tutursan 10 gülləsi artır, yoxsa hər silahın özünə görə gülləsi var. Məncə hansı silah əlində tutursan 10 gülləsi artır, elədir. Amma burada yan. Sen de yan. Şey. Efendim yerinde kalmış. Şundan vurur. Sen bir bana. Bu da bir şey. Komşunun dörde. Tamam buradan. Yan. Ne olur vurma yan. Yan vurma. Öldürdüm. Ama öldürdüm. Bir dəfə öldük. Neyse 10 neçədən vurmuşam bu şey yəqin ki. Onda professionallaşır gəlmiş. O 3-cü dəfə. Yox. Hayır 3-cü dəfə. Tapdım səni. Hamısın bir yanım başı. Arada. Burası. Tez ora müdaxilə, bu da yandırdım. Çünki dəfəm 19-11 oduram. Bəlkə komandanı tək mən saxlayıram. Özünü tərifləmək kimi olmasın. Ya. Birində də görürəm. Burada da buydu. Yox, bu deyil. Burada birini gördüm. Nədir? Şabra gördüm. Yan. Ne yapıyorsun? Beni. Yaxın məsafədə elə bıraxışa təbrik edirəm. Silahdan xoşum gəlir. Bu sevimlilərə əlavə eləmək olur. Bəzi oyunlarda öyle sevimlisin. Yox, öl ya. Buradaymış ona görə. Gəl bura. Yes. Bəli, qalibiyyətlə dostlar. Bununla da videomuzu yekunlaşdırırıq. Bu dəfə hətta 21 kilimiz var. 1375 skor. Təbii ki, artıq oyunda professionallaşmalı və professionallaşmağa başlamağımıza kömək edən silah bu əjdaha silah oldu. Təbii ki, yandır hər kəsi. Və dostlar, videomuz bu qədər. Kanala abunə olub, like atmağı unutmayın. Gələn videolarda görüşəndə sağ olun.